Həcmdən asılılığı istəyirsən, onda mayenin sıxlığı da eyni qalmalıdır. Eyni maye olsun, ancaq ki, fərqli həcmlər olsun ki, asılılığı yoxlaya bilək. Ona görə də 1 ilə 2 olacaq. Birinci şəkildə yuxarı doğru Arximed qüvvəsi təsir edir, aşağı doğru da mc var. mc bərabərdir F Arximed üstəgəl T. T'ni buradan tapsaq olur mc minus F Arximed. İkinci şəkildə də yenə aşağı doğru mc var, F Arximed var, bir də ipin gərilmə qüvvəsi var. Və bunlara biz 1 deyək, bunlara da 2 deyək, çünki bunlar dəyişəcək. Kerəsinin sıxlığı 800, suyun sıxlığı 1000-dir. Suyun sıxlığı artdığına görə, çox olduğuna görə, Arximed qüvvəsi də sıxlıqla düz mütənasib asılı olduğundan Arximed qüvvəsi artacaq. Qabaqdakı minus işarəsinə görə gərilmə azalır. Buradan səviyyəmizi çəkək. Ona görə ki, ondan aşağısı onsuz da eyni növ mayedir. Geriyə qalır H2-dən H3-ü çıxsaq, bura qalacaq. Yəni ki, 25-dən 15-i çıxıram, qalır 10. Buranı da tapmaq üçün H1-dən H3-ü çıxmaq lazımdır. 35-dən 15-i çıxanda qalır 20. İndi Birləşmiş Qablar qanununa görə H1 bölü H2 bərabərdir. Rho2 bölünsün Rho1-ə. H1 20-dir. H2 10-dur. Rho2 verməyiblər. Rho1 1000-dir. Rho2 də olacaq 2000. Arximed qüvvəsi Rho-maye və batan J-dir. Yəni, batan hissənin həcmi ilə mütənasibdir. Batan hissəni 3 dəfə artırdıqda, bu deməkdir ki, Arximed qüvvəsi də 3 dəfə artır. Digər tərəfdən isə veriblər ki, 36 Newton artır. Sol tərəflər eyni olduğu üçün sağ tərəflərdə bərabərləşdirmək olur. 2F Arximed 1 bərabər 36, ilk qiyməti də eləyir 18. Atmosfer təzyiqi 760 mm civə sütunu 2 cm 20 mm-dir. Bu da aşağıdır, bu da aşağıdır. Deməli, onda havanın təzyiqi ilə 20 mm civə sütunu bərabər olmalıdır. 760 mm civə sütunu, onda havanın təzyiqi olacaq. 760-dan 20-nə çıxırıq, 740 mm civə sütunu. Cismin mayedə çəkisi Arximed qüvvəsi qədər azalır və cismə təsir edən Arximed qüvvəsi onun sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabər. 1000-də 600, yəni 0,6, J-də 10-dur, bu da eləyəcək 6 Newton. Arximed qüvvəsini tapdıq. P0 mc 0,8, 800 qramı kiloqrama çevirdim, vurulsun, bu da eləyir 8 Newton. Onda P də bərabər P0 minus F Arximeddir. 8-dən çıxacaq 6-na qalacaq 2 Newton. Cisim suda üzürsə, bu deməkdir ki, Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Yəni, Rho-maye və batan J bərabərdir. Rho cisim və cisim J. Cismi tərsinə çevirdikdə cismin sıxlığı ilə mayenin sıxlığı dəyişmədiyindən batan hissənin həcmi də dəyişməyəcək. Ona görə də, baxın, həcmi eyni qalması üçün bura H hündürlüyüdür. Baxın, S birinciyə nisbətən, ikincidə S1-ə nisbətən S2 balacadır da. V də bərabər SH-dır. Onda, əgər 1-dən 2-yə keçəndə S azalıbsa, H artmalıdır ki, həcm dəyişməsin. Deməli, H1 səviyyəsi artar. H2 dəyişməz. Ona görə ki, cismi mayəyə daxil etdikdə, daxil olduğu həcmi qədər mayenin səviyyəsini dəyişdirir. O da ki, həcm dəyişməyib axı. Ona görə batan hissənin həcmi dəyişmədiyindən ümumi mayenin səviyyəsi də dəyişməz. Əvvəl nə qədər qaldırmışdısa, sonra da elə həmin qədər qaldıracaq. Cismin mayədəki çəkisi Arximed qüvvəsi qədər azalır. P0 onda P maye üstəgəl F Arximed olacaq. 20-nin üstünə 10'u gələcək.
Bu da eləyəcək 30. MJ 30'dursa M də bərabər olacaq 30 bölü 10. Yəni ki 3 kiloqram. F Arximed bərabər Romaye və batan J'dir. Ona görə kürələrə təsir edən Arximed qüvvələri eyni deyil. Birincinin həcmi çox olduğu üçün onun Arximed qüvvəsi 2 dəfə çox olacaq. Hər iki kürənin sıxlıqları bərabərdir. Birinci üçün tarazlıq şərtini yazsaq, deməli Rho cisim 1, həcmi 2V vur J, ağırlığıdır da bu. Üstə gəl, bir də burada T gərilmə qüvvəsi var. Bərabər olmalıdır. Deməli, F Arximedin də yerinə Romaye 2V J yazacağım. Aha, deməli burada Rho cisim 1'i tapdım. Bunu atdım bu tərəfə, ondan sonra da 2V J'yə böldüm və daha sonra kəsri ayrı-ayrılıqda 2V J'yə böldüm. Və belə bir ifadə aldım. Bu tarazlıq şərtini ikinci cisim üçün də yazsaq, yuxarı doğru gərilmə qüvvəsi var, yuxarı doğru Arximed qüvvəsi var, Romaye VJ, aşağı doğru ağırlığı var. Rho cisim 2 VJ. Aha, birincidə Romaye'dən çıxırıq, ikincidə isə Romaye'nin üzərinə gəlirik. Deməli, ikinci cismin sıxlığı birinci cismin sıxlığından böyükdür. İpin gərilmə qüvvəsi isə hər ikisində eynidir. Baxın, burada və burada ip gərilməsi eyni olur. Həm bu, həm də bu. Doğru cavab 2, 4 və 5. Mən yazı əslində düsturla göstərdim, amma ikinci kürənin sıxlığı birinci kürənin sıxlığından böyük olmasaydı, o ilə aşağıda qalmazdı. Hər iki cisim mayədə üzür. Deməli, M1J də bərabərdir. Romaye, onun həcmi V1J. M2J də bərabərdir. Romaye V2J. Üzür çünki. Tamamilə maye daxilində olduqlarına görə, onların hər ikisinin sıxlığı mayenin sıxlığına bərabərdir. Ona görə də sıxlıqları eyni olacaq. Çünki ikisinin də sıxlığı mayenin sıxlığına bərabərdir. Əgər sıxlıqları eynidirsə, onda hansının deməli kütləsi çoxdursa, ağırlığı çoxdursa, onun Arximedi də çox olacaq. Kütlədəki Rho V ilə təyin olunur. Onların sıxlıqları eynidir. Kimin həcmi çoxdursa, onun kütləsi də, ağırlığı da və deməli Arximedi də çox olacaq. İkinci birincidən böyükdür. Sıxlığı çox olan aşağıda, sıxlığı az olan yuxarıda olmalıdır. Əgər cismin 4/1-i yuxarıda qalıbsa, deməli 4/3-ü də aşağıda qalıb. Onda F Arximedi 1 bərabər olacaq. Rho 1, yəni ki 400 V batan, yəni ki 4/1 V vurulsun J. 100 VJ. F Arximedi 2 də bərabər olacaq. 800. 4/3-ü bu mayenin içərisindədir. Vur J. 600 VJ. Və bunların ikisinin cəmi cismin ağırlığına bərabər olmalıdır. 600-ün üstünə 100 gələndə 700 eləyir. 700 VJ bərabərdir. Rho cisim VJ. VJ-lər gedir. Cismin sıxlığı da alınır. 700. Təzyiq bərabərləşənə qədər bu proses davam edir. Ona görə də 100 vurulsun 10 üstü 3 bərabər olacaq. Rho J H. H da bərabərdir. 12/5. Cisim nə qədər dərində olarsa, onun təzyiqi də bir o qədər çox olasıdır. Deməli, P2 bərabər P3 olacaq. Onlar eyni səviyyədə yerləşirlər, eyni dərinlikdədirlər. Ancaq P1 bunlardan balaca olacaq, çünki onun mayenin üzərindən olan dərinliyi azdır. D variantı. Tarazlıq vəziyyətində cismin sürəti maksimumdur. VM yazacağım. Periodu isə 4π'dir. AM bərabər VM omega. VM vurulsun. Omega yerine də 2π bölü T yazaq. 10 vur 2π. Periyod da 4π'dir. Olacaq 5. Tam enerji maksimum dəyərlərlə təyin olunur. Bu düsturdan yaza bilərik.
Burada qarşıda duran maksimum qiymətdir. 6'nın kvadratı bizə 36 verəcək. 2 vur 100. 18 bölü 100. Belə eləsək 180 millijoule. Milli onun üstü mənfi 3'dür. İndi tənlikdə T'nin yerinə %75 qoyaq. Bu da 4'də 3 deməkdir. Bu olacaq 6 kosinus 135 dərəcə. F bərabərdir 6 kosinus 135'dəki mənfi kök 2 bölü 2'dir də 45 dərəcəyə əsas. İndi enerjini tapmaq üçün istifadə edəcək F kvadratı bölünsün 2K. Deməli 6 vur kök 2 bölü 2'nin kvadratı bölünsün 2. K'nın da qiyməti 100'dür. 36 2 böl 4 2 bu da 100. 9 böl 100 bu da 90 böl 1000 joule demək. Sürət x tənliyindən törəmə tapılmaqla tapılacaq. 20 kosinus 40t'nin törəməsi mənfi sinus 40t olacaq. Bir də ki burada 40'da keçəcək qarşıya. V bərabər mənfi 800. Bu santimetrlə verib. Yox, biz cavab alandan sonra çevirərik. Sinus 40 t'nin də yerinə qoymaq lazımdır. T bölünsün 12. Omega bərabər 40'dır. Digər tərəfdən də 2pi bölünsün t'dir. Onda biz t'nin yerinə 2pi bölünsün 40 yaza bilərik. Burada t'nin yerinə 2pi bölünsün 40 yazaq. Yanında da 12'ni yazırıq. 40'lar gedir. Bu da gedir. Qalır pi böl 6. Pi böl 6 isə 180'ı 6'ya böləndə 30 dərəcə deməkdir. Sinus 30'da da ki 2'də 1 qiymətini alır. V bərabər olacaq mənfi 800. Sinus 30'da 2'də 1 qiymətini alır. Mənfi 400 verəcək. Santimetrlə almışıq. Bu da 4 metr bölü saniyə olacaq. Qabağında mənfi işarə ilə. Sürət, impuls, kinetik enerji birlikdə maksimum qiymətlər alır. Potensial enerji, qüvvə, təcil, yerdəyişmə də birlikdə. İndi harda cismin impulsu 0'a bərabərdir? Təcilin maksimum olduğu yerlərdə, yəni 2 ilə 5'də. Bu komanda maks olanda bu komanda minimum olur. Sürət, impuls, kinetik enerji, qüvvə, təcil, yerdəyişmə, potensial enerji zamandan asılı olaraq dəyişən kəmiyyətlərdir. Ancaq faza yox. Fi bərabər omega t'dir. Omega və fi periodik olaraq dəyişmir. Omeganı tapmaq lazımdır. Kökün altında j böl l'dir. J'nin qiyməti 9.8, l'in də qiyməti santimetrlə verib 0,98 metr. Bu da bizə kökdə 10 verəcək. X bərabərdir. Vm bərabərdir. Xm omegadır. 3 kök altında 10 bərabərdir. Xm vurulsun omegada kökdə 10'dur. Deməli xm'in də qiyməti 3'dür. Xm'i də tapdıq, omeganı da tapdıq. 3 kök altda 10. A variantı. Rəqs tezliyi rəqsin amplitudundan heç birisində asılı deyil, düsturda olan kəmiyyətlərdən asılı var. Rəqs periodu rəqqasın kütləsindən birincidə asılıdır, amma ikincidə orada kütlə yoxdur. Rəqs periodu yer səthinə olan hündürlükdən ikincidə asılıdır, orada J plus H var. R plus H var daha doğrusu. Rəqs dərinin dövrü tezliyi yalnız rəqs sisteminin xüsusiyyətlərindən asılıdır. Omega bərabər kök altında K bölü kök altında J böl L. Ancaq düsturda olan kəmiyyətlərdən asılıdır. Hər ikisi. Rəqs ağırlıq qüvvəsinin və elastiklik qüvvəsinin əvəzləyicisinin təsir altında baş verir. 5. Çünki burada ağırlıq qüvvəsi üfüqi müstəvidə iş görmür. Tam enerjinin düsturunu yazsaq, K xm kvadratı bölünsün 2 bərabərdir. Kx kvadratı bölünsün 2 üstəgəl mv kvadratı bölünsün 2.
X-in kvadratı bərabər olacaq kx kvadratı üstəgəl mv kvadratı bölünsün k. X-in də bərabər olacaq kökün altında k-nı bölsək gedəcək x kvadratı üstəgəl mv kvadratı bölünsün k. Ya da keç bölməsək də D variantındakı kimi olacaq. Yaylı rəqqasla riyazi rəqqasın periodları bərabərdir. Deməli, L bölü J bərabərdir, M bölü K olmalıdır. Buradan K-nı tapmaq üçün MJ-ni L-ə bölmək lazımdır. 2 vurulsun 10, 0,1 metr. 200 alırıq. Eyni vaxtda deyir. 680-ı böləcəm 340-a. Olacaq 2. Yuxarı hərəkətdə yavaşlayanda və 0t minus gt kvadratı bölü 2 bərabərdir 680. Və 0 vur 2, 2 kvadratı 4 bölü 2 bərabər 680. O da bərabər olacaq 700. 700-ün də yarısı 350. Deməli, burada bizə 0,5 verib. Bu qiymət 0,5. Hərəsi onda 0,1 gedir də. 0,1, 0,2, 0,3, 0,4, 0,5. Onda x-im olacaq 0,2 metr. Yəni ki, 0,2-ni 100-ə vursam 20 santimetr. Amplitude 20 santimetrdir. Dalğa uzunluğu isə bura qədər saymaq lazımdır. 4 isə 1, 2, 3, 4. Burada 5-5 gedir. 5, 10, 15, 20, sonra 25, 30, 35, 40 belə gedir. 45, 50, 55, 60. Onda bizə lazımdır, bu nöqtə. Bu nöqtə lazımdır bizə. 5, 10, 15, 20, 25. 25 olacaq dalğa uzunluğu da. Və zərrəciklərin yayılma istiqaməti dalğanın yayılma istiqamətinə perpendikulyardır. Belə dalğa da elinədir. 2, 3, 5. Stola təzyiq F böl S ilə tapılır. Bu tökdüyümüz suyun ağırlığı nə qədər olar? Onu bir dənə tapaq. M bərabər kütləsini tapaq. Rho V. Su tökmüşük də suyun sıxlığı 1000-dir. Bunu da vururuq 3,9 vurulsun 10 üstü mənfi 3-ə. Bunlar bir-birini aparır. Olur 3,9 kiloqram. Ondan sonra onun ağırlığını tapırıq. 3,9-u vururuq, ona eləyir 39 Newton. Onu da bölürük sahəyə. Sahədə 1300 santimetrin kvadratıdır. 1 metr 100 santimetrdir. 10 üstü mənfi 4. Bu ilə bu getsə, burada 3 qalar. 300 eləyəcək. 300 paskal artar. Çünki içinə tökdüyümüz suyun təzyiqi bu qədər fərq yaradır. Qabı ağırlaşdırır da o. Y tam bərabərdir k xm kvadratı bölü 2-dir. Buradan k-nı tapacağım. 2y tam bölünsün xm-in kvadratı. 2 vurulsun tam enerji 0,3 0,2-nin kvadratı. Buradan alacağım 1500. F bərabər kx-dan da həmin o məsafəni tapa bilərəm f böl k ilə. 22,5 bölünsün 1500. 0,15. Mən metrlə almışam, santimetrlə. 1,5. Birinci şəkildə qab əslində bu qədər su tutardı, amma çox tutub. Təzyiq qüvvəsi balacadır çəkidən. İkincidə bərabərdilər. Düzgün formalı qabdır. Üçüncüdə qab əslində bu boyda su tuta bilərdi, amma az tutub. Ona görə təzyiq qüvvəsi çəkidən böyükdür. Bu dediklərimizi uyğunlaşdırdıq. Qaldı D və P bərabərdir F böl S-dir. Qabı tərsinə çevirdikdə təzyiqin azalması üçün gərək ki, sahə artsın. O da birincidədir. D-də deyir ki, təzyiq artsın, P artsın. Onda gərək S azalsın tərsinə çevirəndə. O da üçüncüdədir. Üzürsə, Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabər olur. P də bərabər P0 minus F Arximeddir. Onu da yerinə elə P0 yazsaq, yekunda biz 0 almış oluruq. Yəni 0-a bərabər olur üzdüyü üçün. A-dan O-ya doğru gedəndə, deməli,
Yerdən olan hündürlüyü artacağına görə potensial enerjisi artacaq. Tarazlıq vəziyyətinə doğru hərəkət yeyinləşəndə də ona görə kinetik də artar. O-dan B-yə doğru gedəndə yenə hündürlük artdığı üçün potensial enerji artacaq. O-dan B-yə doğru hərəkət tarazlıqdan kənara hərəkətdir. Orada bir an cisim dayanır. Orada sürət azaldığı üçün kinetik enerji azalır. Yer səthində riyazi rəqqasın rəqslərinin tezliyini verib 0,6 saniyə. Qrafiki qurmaq lazımdır. Riyazi rəqqasda tezlik 1 bölünsün 2 pi, kökün altında j bölünsün L-dir. 1 bölünsün 2 pi, jm bölünsün L üstəgəl h-ın kvadratı. O da kökdən çıxır. Olur 1 bölünsün 2 pi r üstəgəl h, kökün altında jm bölünsün L. Yəni h bərabər r olanda r üstəgəl r 2 dəfə azalır. H bərabər 2r olanda 2r üstəgəl r, o da 3r eləyir, 3 dəfə azalır. Yəni 2 0,6-dan başlayacaq və tərs mütənasib olaraq azalacaq. R də 2 dəfə azalıb 0,3 olacaq. 2r də isə 3 dəfə azalıb 0,2 olacaq.